Hər vaxtınız xeyir olsun. Belə bir ev çəkib göstərəm, təmir işləri gedir, son tamamlanma işləri görülür. Deməli, bu evdən bir dəfə sizə əvvəl çəkib təqdim etmişdi. Böyük bir tələbat oldu, həmin ev elə çıxan kimi satıldı. Növbəti belə bir ev var. 8-12 ölçülərindədir, 3 sotda inşa olunub, paket kupçalı dövlət ipotekasına yararlı evdir. Belə bir tam fərqli konseptdə inşa olunub. Birinci və ikinci mərtəbə monolit betondur, 4 otaqdan ibarətdir. Həyət yanı sahib tam etlənir. Ünvan Masazdır qəsəbəsi 6 nömrəli məktəbin yanıdır, dəyərli izləyicilər. Məktəbin elə düz yanındadır. Marşrutla ara məsafəsi 100-150 metrdən ibarətdir. Deməli, görürsünüz, deməli bu mərtəbə bütünlüklə beton hissə. Həyətini sahəni göstərim. Həyətində besetkasından tutmuş bütün işlər görülür. Tam təmirli formada təhvil veriləcək. Təbii ki, belə bir çöl hissə mövcuddur. Çox əla qiymətdən təklif olunur, dəyərli izləyicilər. Full təmir olunacaq. Bu hissədə pilləkən quraşdırılacaq. Birinci mərtəbə bütünlüklə istipoldur. Pilləkənin yeridir bu hissə. Sağda yerləşir, deməli. Böyük bir qonaq otağı 8-12 ölçülərindədir. 180 kvadrat metrlik bir evdir. Baxın, belə bir geniş vitraj şəbəkə pəncərələr quraşdırılıb. Burada yerləşir böyük bir mətbəx sahəsi, xanımların bəyənəcəyi mətbəxdir. İkinci mərtəbəni sizə göstərə bilməyəcəm, proyekti izah edəcəm. Kupçalı evdir, paket kupçalı evdir. İndi gəlsəz aboyunu da seçə bilərsiniz. Bu ev satışda çox qalmayacaq, əla qiymətdən təklif olunur. Burada da belə bir yer saxlanılıb, paltar asmaq üçün və s. və ilə. Birinci və ikinci mərtəbə monolit beton, 3 sotda paket kupçalı, 8-12 ölçülərində tikilmiş bir evdir, hörmətli izləyicilər. Deməli, 145 min start qiymətli real alıcılarla danışmaq olacaq. İkinci mərtəbənin proyektini izah edən bunun elə üst hissəsi sanitar qovşaqdır. Burada bir yataq otağı, bura isə 2 hissəyə bölünüb. Yuxarıda isə ümumilikdə 3 otaqdan ibarətdir. Əlaqə saxlamağı unutmayın, fürsətdən yararlanın. Ətraf tamamilə yaşayışlı evlərdən ibarətdir. Qazı, suyu, işığı fasiləsizdir. Mərkəz kanalizasiya var. Sağ olun, hələlik.